Bugün bizim parlamentin iclasında 73 milletvəkili iştirak elədi. Bu həqiqətən də bir rekord saydı. Çoxdan da bu qədər milletvəkili iclaslara qoşulmurdu. Aktivliyimizi daha da artırmalıyıq. Baxmayaraq ki, artıq nəzərdə tutulan vaxtı keçmişi, mən vacib bir məsələ ilə bağlı, hesab edək ki, bu cari bir məsələdir. Bununla bağlı bizim milletvəkillərinə, həm də ki, xalqımıza informasiya vermək istəyərdim. Rəisət heyətində hesab edildi ki, bu məsələ ilə bağlı vacib deyil ki, canlı iclas vaxtı danışaq. Amma mən hesab edirəm ki, bizim apardığımız iş xalqla birbaşa təmasda olmağımızla bağlı olduğuna görə mütləq və mütləq şəffaf və açıq aparılmalıdır. Çünki biz öz tərəfdaşlarımızla bizə dəstək verib, bizi seçənlərlə birgə Azərbaycanın yeni tarixini yazmaqdayıq. Və bu tarixdə baş verən hadisələri ən azı bizim dövrdə yaşayan insanlar addım və addım dəqiq izləməlidirlər. Bu imkandan onları məhrum etmək ixtiyarımız bizim yoxdur. Bu səbəbdən bugün rəisət heyətində qəbul edilən sərəncamın xahiş edirəm ki, Teymur bəy və yaxud Abid bəy ekrana yerləşdirsinlər. Hələlik mən bu barədə sizə informasiya verim və o sərəncamın mətnini sizə təqdim edəcəm. Millət vəkili Xuraman Qafarovanın təşəbbüsü ilə biz Azərbaycan Xalq Parlamentinin təbliğatı qrupunu yaratdıq, WhatsApp qrupunu. Bu bir struktur deyil, sadəcə olaraq təşəbbüs əsasında yaranan bir qrupdur. İşgüzar qrup olması nəzərdə tutulub. Çünki biz yeni seçkilərə getməyə hazırlaşırıqsa və gələcəkdə öz tərəfdaşlarımızın sayını, hatəsini artırmaq istəyiriksə, əlbəttə ki, biz təbliğatımızı doğru düzgün qurmalıyıq. Və bu təbliğatda təkcə sadə xalq deyil, birbaşa artıq millət vəkili statusunu daşıyan millət vəkilləri iştirak eləməlidirlər. Xuraman xanımın təşəbbüsü ilə biz WhatsApp qrupuna millət vəkillərini əlavə etdik. 2 millət vəkili imtina etdilər, səbəbini izah etdilər, sağ olsunlar. Qalan millət vəkillərinin adlarının siyahısının sadalanması ilə mən bugün rəisət heyətinin qəbul etdiyi sərəncamı sizə təqdim edirəm. Azərbaycan Respublikası Xalq Parlamentinin sərəncamı 18 oktyabr 2025-ci il. Azərbaycan Respublikası Xalq Parlamentinin nizamnaməsinin 6.2.7, 6.2.9 və Xalq Parlamentinin reglamentinin 24.2.7, 24.2.9 maddələrinə əsasən qərarı alır. Xalq Parlamentinin aparatının tərkibində adları aşağıda göstərilən şəxslərdən ibarət təbliğat qrupu yaradılsın. Xuraman Qafarova, nəzarətçi, Elnur Əliyev və Əli Bədəlov köməkçi. Üzvlər, Yaşar Cəfərov, Emil Camalov, Əli Bədəlov, Əvəz Məmmədov, Famil Xəlilov, Fariz Şərifov, Məhəmməd Nağdəliyev, Sevil Muradova, Sədaqət Paşayeva, Sərvan Kərimov, Təranə Səfərsoy, Zakir Məhərrəmi. Təbliğat qrupuna daxil olmaq istəyənlər parlamentin rəyasət heyətinin üzvlərindən birinə müraciət edə bilərlər. Təbliğat qrupunun əsasnaməsini aşağıdakı adları göstərilən millət vəkillərinə həvalə edirəm. Xuraman Qafarova, Əli Bədəlov və Emil Camalov. Sərəncam Xalq Parlamentinin elanlar WhatsApp qrupunda və ASXP.org saytında yayılsın. İmza parlamentin dönəm sədri Xatirə Cəbrayılova. Məqsədimiz nədir? Qrupda seçim edən zaman millət vəkilləri siyasında əsasən Facebookda səhifəsi olan, lakin o dərəcədə aktiv istifadə etməyən daha çox millət vəkillərini bura əlavə etmişik. Nə mənada aktiv istifadə etməyən? Facebook səhifəsi varsa, biz onu məhz bugün fəaliyyətini artırmağa çalışdığımız Xalq Parlamentinin təbliğatı üçün niyə də istifadə etməyik? Hər dəfə bizim iclaslarımız canlı efir üzərindən bir neçə kanaldan Azərfreedom TV və Aba Media üzərindən yayımlanır. Həm millət vəkilləri canlı yayımları paylaşmalıdırlar,
həm də ki, Azərfredom'da da məhz iclasdan sonra Azərfredom kanalının rejissorunun paylaşdığı xalq parlamenti ilə bağlı qısa videoların paylaşması ilə məşğul olmalıdırlar. Və bu işə nəzarəti birbaşa Xuraman xanım Qafarova həyata keçirəcək. Ona köməkçi olacaq isə Elnur Əliyev və Əli Bədəlov nəzərdə tutulub. Əlbəttə ki, buna etirazı olanlar ola bilər, amma hələ ki qrup yaranandan etiraz edənlər olmadılar bu insanların siyasından. Düşünürəm ki, apardığımız işə fayda vermək üçün, o cümlədən tarixə öz adlarını yazmaq üçün insanlar daha çox işlərə cəlb olunmaqda özləri üçün bir fayda görməlidirlər, nəinki kənara çəkilmək. Bu baxımdan məhz bu qrupla bağlı öz fikrini söyləməsi üçün təşəbbüsçü Xuraman Qafarovaya sözü vermək istəyirəm. Xuraman, burada sizə buyurun, söz sizdə. Axşamınız xeyir, hörmətli millət vəkilləri, xoş gördük hamını. Bu təklifi mən bir neçə dəfə ana qrupda yazmışdım, sonra Namizəd bəy də verib, Əli bəy də verib, Əli Quliyev. Amma mən düşündüm ki, vaxt il başa çatır, az qalıb. Qabaqdan indi bizim əsas yenə seçkilər başlayacaq. Daha yaxşı olar ki, biz bu işi eləyək. Bax, belə bir şəkildə eləyək. Yəni, bir qrup millət vəkili bu işə cəlb olunsun. Biz bu işə daha ciddi yanaşaq. Əgər bir iclasın əvvəlində fikir verildisə, orada mesajlarda mən yazdım, 58 paylaşım. Elnur Əliyev yazdı, 200 qrupda paylaşım. Biz bu şəkildə o qruplara gedib, xalq parlamentinin canlı iclaslarını, bir də Azərfredomun o qısa videolarını paylaşım, iclasların qısa formalarını paylaşmalıyıq. Əgər istəyiriksə ki, çoxlu xalq kütləsini bu işə cəlb eləyək, belə eləməliyik. Başqa variant yoxdur, səmimi deyirəm. Baxın, biri var Facebookda 3 adam onu paylaşır, biri var 10 adam, 15 adam. 10 adam paylaşanda onun ən azı 1-2-si 3-ü istənilən adamın qabağına çıxacaq, çıxır da. Mən özüm görürəm orada kimlər fəaldır, onların paylaşımlarını görürük. Bu mənada qərarı aldıq, Xatirə xanımla belə razılaşdıq ki, biz bu işi görək. Zamanla qrupda kim daha fəal olacaqsa, mən o rəhbəri sonra verəcəm, həmin adam aparsın, səmimi deyirəm. Yəni, mən heç səhhətim də imkan vermir, Xatirə xanıma bildirmişəm. Sadəcə Xatirə xanım deyir ki, təşəbbüs sizdən gəlib, hələlik siz rəhbərlik eləyin. Mən bacardığımı eləyirəm, amma indi rəhbəri də burada eləyəcəm. Qrup üzvlərindən xahişim var. Dönə-dönə xahiş edirəm. Qrupa heç bir mesaj, heç bir paylaşım eləməyin. Orada təlimat qoyulubdur. İndi mən lazım olar bir də təlimat yazaram. Sadəcə indicə Xatirə xanım izah elədi ki, hansı işlər görülməlidir. Hərə öz səhifəsində həmin iclas başlayanda canlı iclas. İstəyir AVO-dan, istəyir Azərfredomdan. Onu paylaşır. Məsələn, mən deyək ki, WhatsApp-dakı statusuma da qoyuram. Facebook-dakı hekayəmə də qoyuram. Ondan sonra öz səhifəsində paylaşdı mı? Ondan sonra oradan qrupları, kimin neçə qrupu var, həmin qruplarda paylaşın. Çox gözəl bir işdir bu. Əgər bunu sistemli, kollektiv şəkildə eləyəcəksə, qısa müddətdə nəticəni görərsiniz. Görərsiniz nə qədər adam, artıq xalq tükənib, hamı ayaqdadır. Xalq orada bir balaca işi ucu görür, paylaşın, ya deyəcək, o da dəstək verir insanlar. Mənim fikrim bu qədər. Təşəkkür edirəm hamıya. Xatirə xanım, çox sağ olun. Çox sağ olun, Xuraman xanım. Bəli, mən bunu keçən iclasda dedim ki, Azərbaycan Xalq Parlamenti bir komandadır və bir komanda kimi işlək olduğumuzu biz sosial şəbəkələrdə olan birgə fəaliyyətimizlə insanlara hiss etdirməliyik. Və insanların izlədiyi xəbər lentlərinin ən azı 5-dən biri Xalq Parlamentinə bağlı olmalıdır. Yalnız o zaman qəlibə bizimlə olacaq. Burada söz istəyən millət vəkilləri var. Adları həmin siyahıda səslənən Fariz Şərifova söz verilir. Fariz bəy, buyurun. Sağ olun, hörmətli sədir. Mən onu demək istəyirəm ki, lap qısaca, biz burada 70 nəfərik də, məncə, hal-hazırda. 70 nəfərin hərəsi bircə dəfə paylaşsa, 70 paylaşım olur. Mən öz payıma düşəni 30-40 dənə qrupda paylaşıram Facebookda. Həmişə də paylaşmışam, yenə də paylaşacağım.
Arada kommentlərim, zadlarım da olur. Ona görə mənim Facebookum bağlanır. Məndə 5-6 dənə səhifə deyənə hamısını bağlaya bilmirlər. Keçirəm başqa səhifəyə, o birisinə. Yəni, hamı üçündür da bu. Təkcə 5-10 nəfər adı sayılan insanlar üçün deyil. Bizim əsas məqsədimiz paylaşmaq olmalıdır 2 saat. İnsanlarımız görsün, baxsın, bilsinlər, xəbərdar olsunlar. Mən onu bilirəm ki, 5 nəfər paylaşsa, heç olmasa 15 nəfər bundan xəbərdar olacaq. Ən azı. Yəni, çalışan hamımız paylaşan, 70 nəfər, 80 nəfər, 100 nəfər deputatsa, hərə bircə dəfə paylaşsın, xahiş edirəm. Onda daha gözəl olur. İşimiz də irəli gedər. Sağ olun. Xatirə xanım, bir şey Sağ unutdum. olun. Olar. Bu qrupun, bəli, buyurun. Buyurun, Xuraman xanım. Mən bayaq unutdum, üzr istəyirəm. Deməli, ayda bir dəfə mən parlamentə hesabat verəcəm. Qrupda olan millət vəkillərinin fəaliyyəti ilə bağlı. Kim nə qədər paylaşım edib? Yoxlayacağım, səhifələrə də baxacağım. Köməkçilər kömək eləyəcəklər. Sonra yekun nəticə olaraq kim eləməyib, zəif işləyib, onlarda deyəcəm, səmimi deyirəm. Fəal olanların da adını xüsusi qeyd eləyəcəm. Təşəkkür edirəm, bağışlayın. Çox sağ olun, Xuraman xanım. Sizin işə məsuliyyətli yanaşacağınıza mənim heç bir şübhəm yoxdur və sizə köməkçi olacaq bizim ən aktiv millət vəkillərindən olan Əli Bədəlov olacaq. Deyirsiniz, səhətinizlə bağlı ola bilsin ki, işi tam gücünüzlə görə bilməyəsiniz. Sizin ən böyük köməkçiniz Əli Bədəlov olacaq və vaxtı yetəndə hətta rəhbərlik edəcək həmin qrupa. Mən buna inanıram. Əli bəy, söz sizdə. Buyurun. Teşekkür ederim. Xatirə xanım, bir replika olar mı? Bir dəqiqə. Buyursun. Buyurun. Bağışlayın Əli bəy, sizin söz haqqınıza girdim. Mən ümumiyyətlə o təbliğat qrupunda olmaq istəmirəm, çünki mən zaten təbliğatdayam. Mənim qrupda olmağıma ehtiyac yoxdur. Bu qədər deyəcəklərim. Oldu Tərənə xanım, nəzərə alarıq. Lakin bu siyahı yekun deyil, bunu da millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, kim həmin qrupa qoşulmaq istəyirsə, rəyasət heyətinə şəxsən mənə və yaxud Xuraman xanıma müraciət edə bilər. Biz sərəncama dəyişiklik edə bilərik. Buyurun Əli bəy. Bir daha teşekkür ederim. Tərənə xanım çox gözəl buyurdu. Onsuz da aktivdir. O elə onun həyatı təbliğatla keçir. Əslində bura biraz passivləri əlavə eləmək lazım ki, məsuliyyət hissini onlar da paylaşım eləsinlər. Mən bir şey bildirmək istəyirəm. Efirdən sonra paylaşma başqa şeydir. Efir qabağı paylaşma daha məqbuldur. Çünki efirdən qabaq paylaşanda insanlar ona canlı baxır. O cümlədən onların cəlb eləmək olur şərhlərdə, şərh yazsınlar YouTube-da, fikir bildirsinlər, rəy versinlər, iradların təkliflərini versinlər. Bu çox gözəl alınır. Bir də bir xahiş edirəm, elə öz qruplarımızdan, Facebook'da mən o qədər paylaşım edirəm, bir dənə də altında rəy yoxdur. Bayaq Xatirə xanımla da bu barədə danışdıq şəxsidə. Deməli, statusa qoymaqdır, ya nədirsə, mən bilmirəm. Bu qədər tanışdıq, dostluq varsa, arada bir səhifələrə baxıb, heç olmasa bəyəni, bəlkə də baxırlar, amma bəyəni vermirlər. Ya nə məsələsə, mən görmürəm ona. Paylaşımları bütün qruplarda, öz qruplarımızda paylaşım eləməyə ehtiyac yoxdur. Onsuz da bunu Abamedia, əsasən Teymur bəy sağ olsun, hamısında paylaşım edir. Xüsusən özünüzün telefonda olan tanışlarınıza, dostlarınıza, Facebook'da Azərbaycan Xalq Parlamentinə o qədər də baxmayan, aktiv olmayan, lakin potensial hiss elədiyi siyasətində maraqlana bilən, savada olan, intellekti olan insanlara paylaşın. Onsuz bizim tamaşaçılar və daimi tamaşaçılar yenə də daimi tamaşaçılardır. Əsasən kənardan cəlb eləmək üçün qeyri şəxsləri, marağı və ya xəbəri olmayan şəxsləri, telefonunuzda nömrəsi olan şəxsləri, Facebookunuzda tanış olduğunuz şəxsləri cəlb eləmək üçün əsasən onlara paylaşın. Və digər qruplara, bizdən xəbəri olmayan qruplara paylaşın ki, onlar da bizə qoşulsunlar. Biz özümüz elə özümüz qədərik. Artmağımız üçün məncə belə təklif görürəm. Sağ olun. Çox sağ olun Əli bəy. Söz verilir Rüstəmova. Rüstəm bəy, buyurun.
Rüstəm bəy. Mikrofonu açardınız Rüstəm bəy. Bağışlayın. Demək, mən nəyi demək istəyirəm? Bu, hamı Facebook deyir, amma Rusiyada yaşayanlar çox gözəl bilir ki, Facebook bizdə işləmir. Onu ancaq VPN prilojeniyaya girmək olur. O da mən də yorulmuşam, onlar məni bağlamaqdan da yorulmuş. Gündə bir VPN skaçvat edirsən, bir gün skaçvat edirsən, sabah yoxdur. Adam bezdirir. Buna görə belə şeyləri nəzərə alın. O deyir ki, paylaşmağa yer yoxdur sözün asıl. Bizdə heç bir şey işləmir. Ben bunu demək istəyirəm. Çox sağ olun, minnətdarım. Rüstəm bəy, biz bunu nəzərə almışıq. Ona görə də biz əsas qrupa Azərbaycandan olan və Avropada olan insanları qoşmuşuq. Növbəti söz verilir Şakir Məmmədova. Şakir bəy, xahiş edirəm çıxışlarımızı qısa edək. Replika, hörmətli sədir, replika şəklində deyəcəm sözlərimi. Mən Əli bəyi dəstəkləyirəm. Doğrudan da biz auditoriyamızı, bizim tamaşaçılarımızı sayını çoxaltmaq, genişləndirmək üçün onlara paylaşmalıyıq. Onlar da baxmalıdır. Yəni bizim onların dəstəyinə də ihtiyacımız var. Yəni bu maarifçilik baxımından da çox vacib olan bir işdir. Bu qədər, sağ olun. Çox sağ olun. Söz verilir Zirəddin Abdullayeva. Buyurun Zirəddin bəy. Axşamınız xeyir. Bu Facebook məsələsinə görə mən də qoşulmaq istəyirəm və o təbliğatda fəal iştirak etmək istəyirəm. Sağ olun. Çox sağ olun Zirəddin bəy. Sizi mütləq əlavə edəcəm sərəncama. Çox sağ olun. Növbəti sözü verirəm Sərvan Kərimova və bununla da iclasımızı yekunlaşdıracağıq. Sərvan bəy, buyurun. Xatırə xanım, bu təyinat siyahı oxudunuz, o məcburiyyətdir, yoxsa kiminsə könüllü nəzərə alınır, arzusu zadı niyyətidir, razılığı yoxsa? Nəzərə alınır, ona görə deyirəm, kim çıxmaq istəyirsə buyursun, amma siz Facebookda aktiv olan kəslərdənsiniz. Mətbuat zadı işi ilə münasibətim yoxdur, elə xahiş edirəm, Zirəddin bəyi, mən çıxım, Zirəddin bəyi salır mənim yerimdə o siyahıda orada olsun. Mən onsuz da eləyirəm də, elədiyimi eləyirəm, görürsünüz. Məlumatınız var ya. Olsun, olsun. Olsun. Beləliklə bugünkü iclasımızı daha deyəsən söz istəyən Xatirə xanım, olar mı bircə dəqiqə? Bir kəlmə. Bəli, bəli, bəli. Mən də elə Bəli. Sərvan bəy kimi ehtiyac yoxdur mən orada olmağıma, çünki mən onsuz da paylaşıram. 40-50 yerə paylaşıram mən. Hər şeyi paylaşıram. Bu hökumətə nə ziyan deyəndə, yəni bu haqsızlığın hamısını mən paylaşıram. Bütün o prilojeniyalarda, yəni qruplarda. Yəni başqa adam varsa mənim yerimə salın onu, o da aktiv olsun. Buyurun. Fariz bəy, mən düşünürəm ki, çıxmağa ehtiyac yoxdur. Çünki aktiv iştirakçılar, onlar nümunə olacaqlar daha pasivlərə. Ona görə də çıxmağa ehtiyac yoxdur. Sərvan bəy də mən sözünüzü çıxmazsınız Sərvan bəy. Yəni aktivsizsə sadəcə olaraq siz aktiv kimi hesabatlarda göstəriləcəksiniz ki, falan adamlar yəni, əgər istəyən varsa mənim yerimə buyursun. Əksinə siz nümunə olacaqsınız hesabatlarda. Əksinə siz hesabatlarda nümunə olacaqsınız daha pasiv insanlara ki, onlar daha gəlsinlər və sizdən nümunə götürüb. Buna nə ehtiyac var ki? Mən onsuz da paylaşdığımı 10 ildə paylaşıram. Neçə dəfə bağlanıblar, bağlayıblar mənim o səhifələrimi. Mən 5-6 pısa səhifəyə abunə deyəndə səhifəm var mənim. Hələ cəmsi 3 dənə çempion səhifəm var mənim. Yəni orada həmişə paylaşmalar eləyirəm. Ondan sonra öz adımla Fariz Şərifov Fariz 3-4 dənə də belədir. Yəni paylaşımı mən eləyirəm. Burada elə, yəni mən kimisə yerinə orada, kimisə haqqına girirəmsə ona görə deyirəm. Kimisə əlavə edin. Yox, burada Fariz bəy, burada say önəmi yoxdur. Yəni nə qədər çox adam olsa o qədər də yaxşıdır. Buyursun. O qədər də yaxşı sayılacaq. Məhdudiyyət yoxdur. Xatırə xanım Və burada Nurəddin bəy söz istəyir. Son olaraq Nurəddin bəyə söz verirəm və buna da yekunlaşdırırıq.
Antira xanım, mən də istəmişəm dəfələrlə söz verirsən başqalarına, mənə də söz ver. Yarım dəqiqə, bir dəqiqə. Olsun, verərik. Nurəddin bəy, buyurun. Salam, Xatir xanım. İkinci dəfə söz istəməyin məqsədi oldu. Biz cari məsələlərə ümumiyyətlə vaxt ayırmırıq. Bu 2 saat məsələsini götürüb, bundan sonraki iclaslara ən azından bir 3 saat vaxtını yenidən bərpa eləmək lazımdır. Buna görə bərpa eləmək lazımdır ki, bölgələrdə olan vəziyyəti insanlar hamısı digər bölgələr o bölgələrdə çatışmamazlığı, qanun pozuntularını bilirlər. Bu gün Müstəqillik günün bərpası ilə əlaqədar Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhərində bir dənə də olsun nümunə üçün Azərbaycan dövlətinin bayrağı asılmamışdır. Yəni bayraq rəsmi surətdə, bayram rəsmi surətdə qeyd olunmur. Mən gözlədim ki, cari məsələlərə yer verəndə bu məsələlər haqqında danışım. Buna görə gördüm ki, cari məsələlərə artıq yer verilmir, müzakirələr. Bir məsələ haqqında, müzakirə haqqında məsələn bir 5 nəfər o sahənin adamı münasibət bildirsə daha yaxşı olar. Yəni o sahəni bilən adamlar o sahə ilə bağlı nəyinsə xatirinə çıxış eləmək yox, kimsə tərif eləmək yox, lazım olan məqamında eləmək lazımdır. Ona görə xahiş edirəm, növbəti iclaslarda cari məsələlərə mütləq vaxt ayırın və 3 saat məsələsini bərpa eləyin. Təşəkkür edeyim, minnətdarım. Çox sağ olun Nurəddin bəy. Biz nəzərə almalıyıq ki, izləyicilər üçün çətin olur 3 saatlıq efiri izləmək və bizim bu iclaslardan əlavə komitə daxili iclaslar da keçirilir. Millət vəkilləri həmin o komitə daxili iclaslarda da müəyyən məsələləri qaldıra bilərlər. Və Rövşən bəy, bir dəqiqə söz verilir sizə. Təşəkkür edirəm. Bugünkü tədbiri çox intensiv hesab elədim. Başdan Ələsgün bəydən başlamış sona qədər və Nurəddin bəyin də təklifi 3 saatlıq təklifi çox yerindədir. Azərbaycanın vəziyyətinə görə həqiqətən çox məsələlərə münasibət bildirmək lazımdır və mən də bir nəticəni görmək istəyirəm. Nəticə də bugünə qədər olmayıbdır. İnciməyin məndən azdır. Nəticə var, amma azdır. Xalqı sevindirə bilməmişik. Xalq bizi biraz tanıyıbdır. O xoşdur. Nəticə düzdür. Və digər tərəfdən də məni yersiz nəinki məni Əli Kərimdə İsa Qəmbəri də təhqir elədi. Adam ona münasibət qalsın gələndə əfiyə burada istəmirəm. Amma ki yersiz idi. Çünki nə məhkəmə deyil, nə prezumpsiya nevinovnosti, günahsızlıq prezumpsiyası var. Hələ Ramiz Mehdiyevə deyirlər ki, hələ günahı ispat olunmayıb, ona görə ev dustaqlığındadır. Əli Kərimdə İsa Qəmbərində günahı ispat olunmayıb, yekə-yekə layiq deyil. Mən parlamentə o cür danışığı layiq bilmədim, adım bilmirəm. Qafur idi, birisi də əvəz idi, nə idi, tanımıram. Lazım olsun müzakirə. Və lütfən canlı yayım qutarandan sonra lütfən biz söhbətimizi davam etdirək. Əsasən də Qarabağa qayıdış məsələsi bir nömrəli məsələdir. Orada sevindirmək mümkündür xalqı. Başqa məsələlərdə sevindirmək çox çətindir. Bu rejimlə çətindir. Ya seçkiyə getməliyik ki, ədalətli bir hökumət, parlament yaranmalıdır və ona razıyam. Əgər ədalətli seçki yoxdursa, yeganə məsələ Qarabağ məsələsidir. O bir məsələlərdə uğur qazanmaq çox çətindir. Sağ olun, var olun. Aydındır, çox sağ olun. Beləliklə, bugünkü iclasımızı yekunlaşmış hesab etmək olar və Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə iclası qapalı elan edirəm.
Thank you.